Əziz Peyğəmbərimiz, əmirimiz Əli əleyhissalamı özündən sonra xəlifə, imam, vəsi təyin eləyəndən sonraki buyurdu. Əl-yevm əkməltu ləkum dinikum Quran ayəsini oxudu və buyurdu ki, Əli məndən sonra sizin rəhbərinizdir. Mən kimin rəhbəriyəm, Əli də onun rəhbəridir. İlahi, məni sevəni sev, Əlini sevəni sev, düşmən olana düşmən ol. Bir nəfər bu arada çıxdı, dedi ki, mən inanmıram sənə. Sən bunu özündən deyirsən. Çünki Əli sənin yeznəndir, yəni damadındır və onunla yanaşı əmi oğlundur. Ona görə onu seçirsən. Bu Allahın hökmü deyil. Əgər Allahın hökmüdürsə, istəyirəm Allah mənə bir bəla göndərsin. Bir dənə daş düşsün başıma. Buyururlar, həmin şəxsin başına bir dənə daş düşdü, orada döyüldü. Əvvəl özündən uzaqlaşdı, dedi bizdən uzaq ol. Get bizdən uzaqlaş, Allah sənə bəla göndərəcək ki, Allahın da Məaric surəsində bu şəxs haqqında ayəsi var. Əuzu billahi mineşşeytanirracim. Səələ səilun bi əzabin vaqi lil kafirinə leysə ləhu dafi. Yəni bir şəxs özü istədi, kafir üçün də heç bir müdafiə yoxdur. Allah Taala ona bəla göndərdi, orada da canı çıxdı.